Belə başa düşdüm ki, əsas məsələ burada qrant və investisiya məsələsidir ki, həmin o publisherlar, yəni studiyalarda yaransın və həmin o kadrlar orada da çalışa bilsinlər. Kadrlar da yetərincə deyil. Bax, bu ikisi paralel birlikdə inkişaf etməlidir ki, yəni həm kadrlar yetişdikcə işə girə bilsinlər, işləyə bilsinlər. Məsəl üçün kadrlar bir müddət çoxaldılar, amma gördülər ki, iş verən tərəf yoxdur. Sahəni Studiya azdır. Bəli, o qədər sahəsini dəyişən potensiallı gənclər tanıyırdım mən. Yəni bu paralel getməlidir. Bu burdan insan yetişdikcə burdan da iş verən tərəf olmalıdır ki, bir-birlərini balanslı şəkildə təmin edə bilsinlər. Hal-hazırda məsəl üçün biz oyunumuzu Unreal Engine motorunda yığırıq. Ölkəmizdə 3-5 maksimum belə güclü, təcrübəli Unreal Engine developer varsa, onların 4-ü bizdə işləyir hazırda, bizim komandadır. Onları da yəni uzun axtarışlardan sonra, nə bilim, birlikdə bir neçə proyekt etdikdən sonra, yoxladıqdan sonra biz komandaya qoşa bilmişik.